Yoldaşlar, bu gün hardayıq? Bəli, Günəşlidə döşəmənin üstünün izolyasiya işləri bizim tərəfimizdən icra olunur. 100 kvadrat metr üçün nəzərdə tutulmuş məhsul və digər alətlərlə gedirik Günəşliyə. Açıq yerlərə fikir verin, bax bu kimi evlər yayda isti olur, qışda da soyuq olur. Çünki evi yuxarı hissədən qoruyan hər hansı bir izolyasiya növü və yaxud məhsulu yoxdur. Buradakı problemli işlərimizdən biri budur ki, görürsünüz evin tavanı görsənir. Bax bu hissələrin hamısı izolyasiya olunmalıdır. Və bu hissələri biz vurmuşuq, düz hissələri və bu hissələrə membran sifariş vermişik. Digər yoldaş bizə membranları götürüb gəlir. Niyə membran? Çünki görürsünüz bu hissələrə bir köpü ilə bağlamalıyıq ki, tavanın altında olan evin istisi gəlib tavana izolyasiya dəydikdə oradan bunlar hərəkət edib çıxacaq. Ona görə də bu hissələr tamamilə bağlanmalıdır və hər bir tərəf izolyasiya olunmalıdır.